ABŞ, İsrail və İran arasında artıq bir aydan çoxdur ki, davam edən gərginlik müvəqqəti olaraq başa çatıb. Tərəflər müharibənin dayandırıldığını və 2 həftəlik atəşkəs razılaşmasının əldə olunduğunu bəyan ediblər. Rəsmi Vaşinqton İrana qarşı hücumların, İran tərəfi isə əks hücum əməliyyatlarının dayandırılacağını bildirib. Əl-Cəzirədə yer alan məlumatda İranın Xarici İşlər naziri Abbas Əraqçı 2 həftə ərzində Hörmüz boğazından təhlükəsiz keçidin mümkün olacağını deyib. Onu da bildirək ki, tərəflər arasında atəşkəs razılaşmasının əldə olunmasında vasitəçilik missiyasını Pakistan həyata keçirib. Azərbaycan prezidenti əldə edilmiş atəşkəs razılaşması ilə bağlı İran prezidenti Məsud Pezeşkiyana zəng edib. Qeyd etmək lazımdır ki, Prezident İlham Əliyev atəşkəsin elan edilməsindən sonra İranı təbrik edən ilk liderdir. Həmçinin Azərbaycan öz növbəsində Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası arasında 2 həftəlik atəşkəs razılaşmasını alqışlayıb. Amerika Birləşmiş Ştatları və İran İslam Respublikası arasında elan edilmiş atəşkəsi alqışlayırıq. Atəşkəsin əldə olunmasında vasitəçilik edən bütün tərəflərin səylərini yüksək qiymətləndiririk. Bu atəşkəsin regionda gərginliyin azaldılmasına, eləcə də davamlı sülh və sabitliyin bərqərar olmasına töhfə verəcəyinə ümidvarıq. Tərəfləri mövcud məsələlərin həlli istiqamətində və qarşılıqlı etimadın yaradılmasına yönəlmiş məhsuldar dialoqa çağırırıq. Azərbaycan hər zaman regionda davamlı sülhün, təhlükəsizliyin və əməkdaşlığın möhkəmləndirilməsinə yönəlmiş təşəbbüsləri dəstəkləməyə hazırdır. Xüsusilə vurğulamaq lazımdır ki, Azərbaycan bu ağır günlərdə İrana münasibətdə öz davranışı ilə dostluğunu bir daha sübut etdi. İranın ali dini lideri Əli Xamneyinin vəfatı ilə bağlı İran dövlətinə və xalqına ilk başsağlığını verən İran səfirliyinə gedən məhz Azərbaycan prezidenti oldu. Həmçinin ölkəmiz hər kəsdən öncə İrana 2 dəfə humanitar yardım göndərdi. Ərazisindən humanitar yüklərin keçidinə imkan yaratdı. Azərbaycan dövləti hər zaman qonşu dövlətlərə yönəlik özünün sülhpərvər və humanist mövqeyini prioritet olaraq qoruyub saxlayıb və düşünürəm ki, eyni mövqeyini biz İrana olan hazırki proseslərdə də müşahidə etmiş olduq. Savaş gedişatı boyunca müxtəlif səpkilərdə yardımların göstərilməsi ilə, dəfələrlə humanitar yardımların göstərilməsi ilə düşünürəm ki, bu siyasət özünün ən bariz formada təsdiqini tapmış oldu və bütün qonşu dövlətlərlə münasibətdə Azərbaycan hər zaman müvafiq yanaşmanı başlıca yanaşma olaraq elan edib və təbiidir ki, öz ərazisindən qonşu dövlətlərə, həmçinin də İrana qarşı istifadə olunmasına heç bir şəkildə razılığın verilməməsi, platform olaraq istifadədən yayınılması da bu siyasətin bir tərkib hissəsidir. Bütün bunlar İranda Azərbaycanı təhlükə hesab edənlərə, Azərbaycandan düşmən obrazı yaratmağa çalışanlara da reallığın əslində nədən ibarət olduğunu aydın şəkildə göstərdi. Qeyd edək ki, aprelin 10-da ABŞ və İran nümayəndə heyətləri arasında Pakistanın paytaxtı İslamabadda görüşün keçirilməsi planlaşdırılır. İSNA xəbər agentliyində yer alan məlumata görə Birləşmiş Ştatların nümayəndə heyətinə Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti James David Vance, İran nümayəndə heyətinə isə parlamentin spikeri Məhəmməd Bağır Qalibov rəhbərlik edəcək. Görüşün birbaşa formatda keçirilməsi nəzərdə tutulub. Danışıqların müsbət davam edəcəyi təqdirdə atəşkəsin 2 həftədən sonra uzadıla biləcəyi istisna olunmur.